Bəzən valideynlər əsəbləşir, özlərini saxlaya bilmir və uşaqların üstünə qışqırır. Mən verən nümunələr göstərəcək ki, əsəbləşmək və hirslənmək normaldır. Əsası səhvdən sonra nə etdiyimizdir. Bağışla, səsimi qaldırdım, çünki sən məni əsəbləşdirdin. Bununla biz məsuliyyəti uşağın üzərinə atırıq. Ya da mən əsəbləşdim, qışqırdım, amma bu sənin günahın deyil. Yəni hisslərinizə siz sahib çıxırsınız. Məni dinləsəydim, qışqırmazdım. Uşağı öz qışqırmağınıza sahib edirsiniz. Özümü idarə edə bilmədim, amma qışqırmaq yaxşı deyil. Buna görə də məyusam. Bu dəfə məsuliyyəti öz üzərinizə götürürsünüz. Dəfələrlə sakit dedim, məni eşitmirsən. Yenə də məni məcbur edirsən. Mesaj, qışqırmağıma sən səbəb oldun. Ya da sən məni eşitməyəndə mənə sakit qalmağı çətindir. Amma mən qışqırmamalıydım. Daha təkrar olmayacaq. Bu dəfə siz öz reaksiyanızı qəbul edirsiniz və uşağı bildirirsiniz. Bala, məni bağışla, qışqırdım, amma yaxşı davransaydım elə olmazdı. Uşağınızı günahlandırırsınız. Kədərləndim və qışqırdım və bu düzgün deyil. Bu dəfə uşaq qışqırmağa layiq olmadığını hiss edir. Mən əsəbləşdim, çünki sən məni dinləmirsən. Yenə də günah. Ya da səbrimi itirdim, özümü idarə edə bilmədim. Məsuliyyətin sahibi siz çıxırsınız. Uşaq üçün ən ağır yük böyüyün emosiyalarına cavabdeh olmaqdır. Onu inandırmalıyıq ki, bizim reaksiyamız yalnız bizim seçimimizdir. O demək deyil ki, balamız günahkardır. Bizim hamımıza həmişəki kimi böyük uğurlar.